Son vaxtlar yəqin ki, siz də tez-tez eşidirsiniz. Hər yerdə tənəzzül, krizis söhbətləri gedir. Bəs yaxşı, bütün bunlar bizim sərmayələrimiz üçün nə anlama gəlir? Gəlin bugün birlikdə sırf tarixi faktlara baxaraq tənəzzül zamanı necə investisiya etmək lazım olduğunu anlamağa çalışaq. Haqqında danışdığım da elə budur. Xəbər başlıqlarına baxırsan, sosial mediaya girirsən, hər kəs eyni sualı verir. Tənəzzül gəlir. Bu sualın yaratdığı bir narahatlıq var, elə deyilmi? Sanki bir gərginlik var havada. Yaxşı, amma gəlin bir anlıq panikanı kənara qoyub faktlara nəzər salaq. Görəsən o səsküylü başlıqlarla real bazar rəqəmləri üst-üstə düşürmü? Baxın, hal-hazırda bu ikisi tamamilə fərqli hekayələr danışır. Bütün bu gərginliyə, bütün bu söhbətlərə baxmayaraq, S&P 500 indeksi öz pik nöqtəsindən cəmi 6%-ə yaxın düşüb. Buna maliyyə dilində sadəcə bazar korreksiyası deyilir. Yəni bu hələ o qorxduğumuz 20%-dən çox enişlərlə müşayiət olunan əsl ayı bazarı deyil. Hələ ki o vəziyyətdən uzağıq. Deməli, belə başa düşürük ki, bazar hələlik bir tənəzzül gözləmir. Amma bu bizi çox vacib bir suala gətirib çıxarır. Bəs əgər səhv ediriksə, əgər tənəzzül əqidən baş versə, onda nə olacaq? Yaxşı, elə isə gəlin bir növ zaman maşınına minək və keçmişə baxaq. Tarix bizə nə deyir? Morningstar kimi mənbələrdən gələn məlumatlar keçmişdəki iqtisadi böhranlar zamanı hansı investisiyaların parladığını, hansıların isə söndüyünü çox aydın şəkildə bizə göstərir. Baxın, bu cədvəl əslində hər şey deyir, mənzərə çox aydındır. Bir qütbdə uzun müddətli ABŞ istiqrazları var ki, orta hesabla 10%-dən çox qazanc gətirib. Digər qütbdə isə inkişaf etməkdə olan bazarların səhmləri, onlarsa təxminən 12% dəyər itiriblər. Bu ikisi arasındakı fərq təsəvvür edin, 22%lik bir uçurumdur. Bu da bizə tənəzzül vaxtı pulunuzu hara qoyduğunuzun nə qədər həyati əhəmiyyət daşıdığını göstərir. Qaliblərə biraz da yaxından baxaq. Burada həqiqətən də heyrətamiz olan şey bu təhlükəsiz limanların necə də sabit performans göstərməsidir. Məntiq sadədir. İqtisadiyyat qeyri-müəyyən olanda insanlar qorxur və pullarını qızıl və ya ABŞ dövlət istiqrazları kimi etibarlı, sınanmış aktivlərə köçürürlər. Tələb artdıqca da təbii ki, onların dəyəri artır. İndi isə gələk medalın o biri üzünə, yəni itirənlərə. Burada mənzərə tamamilə fərqlidir. Səhmlər, əmtalar, yəni iqtisadi böyümədən birbaşa asılı olan hər şey tarixən çox ciddi zərbələr alıb. Çünki iqtisadiyyat yavaşlayanda şirkətlər daha az qazanır, insanlar daha az xərcləyir və bu cür riskli aktivlərə olan tələbat kəskin şəkildə aşağı düşür. Yaxşı, ümumi mənzərə aydındır. Amma gəlin daha dərinə gedək və birbaşa səhmlərdən danışaq. Çünki etiraf edək ki, əksəriyyətimizin portfelinin böyük hissəsi məhz səhmlərdən ibarətdir. Bəli, ümumilikdə səhmlər üçün vəziyyət ürəkcan görünmür. Amma bu, hekayənin hamısı deyil. Bəs əgər biz mikroskopu götürüb fərqli sektorlara ayrı-ayrılıqda baxsaq, o zaman nə görərik? Bəlkə də bəzi istisnalar var. Və budur, cavab elə bu cədvəldədir. Bu, hekayəni daha da maraqlı edir. Baxın, bir tərəfdə səhiyyə və gündəlik tələbat malları, yəni bizim hər gün istifadə etdiyimiz qida, sabun kimi şeylər, bunlar hətta müsbət nəticə göstərib. Amma digər tərəfdə sənaye və xüsusilə də enerji sektoru var ki, onlar sözün əsl mənasında çöküblər. Bu da o deməkdir ki, tənəzzül fırtınasında bütün gəmilər eyni şəkildə batmır. Deməli, əsas məntiqi tutdunuz, eləmi? Məsələ budur ki, iqtisadi vəziyyət nə qədər pis olursa olsun, insanlar dərman almağa, yemək yeməyə, evlərini təmizləməyə davam edirlər. Məhz bu səbəbdən səhiyyə, gündəlik tələbat malları kimi sektorlar fırtınalı havalarda əsl təhlükəsiz liman rolunu oynayır. Amma fırtınalı dənizlərdə üzən sektorlar da var. Bunlar iqtisadiyyatın yaxşı günlərindən asılı olanlardır. Məsələn, enerji, sənaye, avtomobil istehsalı. İnsanlar işlərini itirməkdən qorxanda gedib yeni maşın almırlar, elə deyilmi? Və ya bahalı səyahətləri təxirə salırlar. Bu səbəbdən də həmin sektorlar ən böyük zərbəni alır. Ancaq burada çox vacib bir məqam var. Düzgün sektoru seçmək sizə kömək edə bilər, amma unutmayın ki, heç bir sehri formula yoxdur. Heç bir investisiya stili, istər dəyər, istər böyümə olsun, sizi tənəzzüldən tamamilə 100% sığortalaya bilməz. Bu, bir reallıqdır. Yaxşı, bütün bu məlumatları topladıq. Bəs indi nə edək? Gəlin öyrəndiyimiz hər şeyi bir yerə yığaq və özümüz üçün sadə, amma güclü bir oyun planı hazırlayaq. Bu plan qorxuya yox, sırf tarixi faktlara əsaslanacaq. Deməli, planımız budur. Birincisi, tarixi anlayırıq, bilirik ki, istiqrazlar və qızıl adətən qalib gəlir, səhmlər və əmtələr isə itirir. İkincisi, səhmlərdə qalmaq istəyiriksə, səhiyyə kimi daha müdafiə xarakterli sektorlara yönəlirik və üçüncüsü, ən vacibi, panikaya düşmürük.
Unutmayın, bu plan gələcəyi görmək üçün bir büllür kürə deyil, bu sadəcə olaraq tarixi təcrübədən dərs çıxarmaq və narahatlığı soyuqqanlı bir strategiyaya çevirmək üçündür. Beləliklə, yekun olaraq nə deyə bilərik? İqtisadi dövrlər fəsillər kimidir, qaçılmazdır. Onlardan qorxmaq əvəzinə onları anlamaq və onlara hazırlaşmaq lazımdır. Tarix bizə bunun üçün bir yol xəritəsi verir. Əsas sual isə budur. Növbəti fırtına gələndə sizin portfeliniz buna hazır olacaqmı?